Bismillahirrahmanirrahim və bihi nesta'in innehu xeyru nasirin və mu'in. Və sallallahu ala seyyidina Muhammedin və əhl-i beytihət tahirin və la'natullah ala a'daihim a'da'allah ila liqa'illah amma ba'd. Allahumma vaffiqna lima tuhibbu və tərda. Allahın lütfü ilə bu günləri əhkam dərsində bəhsimiz böyük ibadətlərdən sayılan oruc ibadətinin əhkamı və hökmləri ilə tanış olacaq. Orucun tərifinə gəldikdə, hər bir müsəlman Allahın göstərişi ilə, əmri ilə sübh əzanından məğribə qədər Allahın bir sıra qadağan elədiyi işləri tərk eləyərək nəfsini tərbiyələndirdiyi ibadət edilir. Bizim şəriətdə orucun 4 növü var. Vacib oruc, haram oruc, müstəhəb və məkruh oruclar. Vacib oruclara gəldikdə, Ramazan ayının orucu, vacib oruclar şahidir və birincisi sayılır. Bir ay hər bir müsəlmana vacibdir bu ayı oruç tutsunlar. İkinci vacib oruc qəza orucudur. Bunun sonradan hökmləri deyiləcək. Bir nəfər müəyyən səbəblərdən xəstəliyə görə, ya səfərdə olduğuna görə və ya başqa səbəblərdən dolayı orucu qəzaya gedibsə, o qəza orucunu tutmaq vacibdir hər müsəlmana. Üçüncü, kəffara orucudur. Bunun da hökmləri deyiləcək inşallah. Kəffara, yəni Ramazan ayında insan bilərəkdən bəzi orucu batil edən işlərdən eləyərək qəzadan əlavə kəffara gəlir, kəffara orucu gəlir boynuna ki, onları tutmalıdır. Və yaxud məsələn, and içib, andına əməl eləməyib, əhd eləyib, əhdinə əməl eləməyib, nəzr eləyib, nəzrinə əməl eləməyib, bunların da özünə uyğun kəffara orucları var. Dördüncü vacib oruc, ata və ananın səhlənkarlıqsız, yəni səhlənkar olaraq yox, müəyyən səbəblərdən boyunlarında çalışıbla oruç tutublar ömürlərində, bu müəyyən səbəblərində boyunlarında qəza orucu qalıb. Ata və ananın qəza orucu böyük oğula, eyni namazdakı hökm kimi. Və bir də 5-ci vacib oruc, nəzir eləməklə, əhd eləməklə, and içməklə insana vacib olan oruçlar. Bunların inşallah hökmləri bir-bir deyiləcək. Haram oruçlara gəldikdə, Fitir bayramı, Ramazan bayramı gününün oruç tutmaq haramdır. Qurban bayramının gününün orucunu tutmaq da haramdır. Haram orucular siyahısında müstəhəb oruc ki, istəyir övlad tutsun, övlad bu müstəhəb oruç tutmaqla ata-anasına əziyyət verir. Ata-anasına əziyyətə düşür bu övladları oruç tutmaq üçün. Bu oruç tutmaqla onlara əziyyət versə, bu övladın tutduğu oruc haram oruçdur. Və ata-ana övladı müstəhəb oruç tutmaqdan nəhy edərsə, ehtiyat-ı vacibə əsasən bu orucunda tutmaq övlada haramdır. Müstəhəbbi oruçlara gəldikdə, haram və məkruh oruçlardan başqa ilin bütün günlərini oruç tutmaq öz-özlüyündə müstəhəbdir. Amma bəzi günlər var ki, hədislərdə bunlara çox sifariş olur. Onlardan biri budur ki, həftənin hər 4-cü və 5-ci günlər, yəni cümə axşamı və cümə günlərini oruçları. Məb'əs gününün orucu, Rəcəb ayının 27-si. Qədir gününün orucu, Zilhiccə ayının 18-i olur. Peyğəmbər Əkrəmin təbəllüd günü,
Rəbi'ül Əvvəl ayının 17-si. Ərəfə gününün orucu Zilhiccə ayındadır. O vaxt müstəhəb olub oruc ki, insan bu oruç tutmaqla Ərəfə gününün dualarını oxumağa halı olsun. Əgər halsız olsa, bu oruç tutmaq müstəhəb deyil. Rəcəb və Şəban ayları hər ikisi əvvəldən ta sonuna qədər hər günü tutmaq müstəhəbdir. Novruz gününün orucu müstəhəbdir. Hər ayın 13, 14 və 15-i, yəni hər ərəb, o hicri qəməri tarixindən olan aylı, yəni Məhərrəm, Səfər, bunların 13, 14, 15 tən orta günləri, bu 3 günlərini tutmaq müstəhəbdir. Məkruh oruçlara gəldikdə isə ev sahibinin icazəsiz olmadan qonaq müstəhəbbi oruç tutarsa, bu məkruhdur. Ev sahibi qonağı çəkindirir müstəhəbbi oruç tutmaqdan. Qonaq bu halda oruç tutsa, məkruh. Məsələn, deyir ki, mən bugün indi kabab istəyirəm verəm, səni istəyirəm gedib filan yerə gəziyə. Oruçda tutma ya bir gün. Bu gün nə belə yerdə oruç tutsun, mən orucam, bu artıq məkruhdur. Atanın icazəsi olmadan övladın tutacağı müstəhəbbi oruc. Yəni, müstəhəbbi oruc tutarkən də valideynə icazə almaq, görürsünüz ki, lazımdır. Aşura gününün orucu məkruh oruclar siyahısındadır. Ərəfə gününün orucu da məkruh olur. Ha vaxt, onu orada yuxarıda dedik. Yəni, Ərəfə gününün dualarını oxumaqda adamı halsız edərsə və o gün ki, bilmir, Ərəfə günüdür, ya Qurban bayramı günü, həmin günü oruç tutsa insan məkruhdur. Niyyətə gəldikdə, Ramazan ayının ümumən orucun niyyəti gərək insan sübh əzanından qabaq eləsin. Niyyətdə namazdakı kimi lazımdır deyirlər, getirsin. Vacib, qürbətən, illallah, bunlar heç bir lazımdır. Bir adamdan soruşsa, neyinirsən? Düşün ki, mənim niyyətim vardır, mən bugünlər oruç tuturam, Ramazan ayıdır, ya nəzr eləmişəm bugün, ya qəza orucudur, elə axır. Allahın göstərişinə, Allaha yaxınlaşmaqdan, qürbətən illallah, yəni bu işlə Allaha yaxınlaşım. İndi diqqət edək, bu oruc, dedik, hətta lazımdır sübh əzandan var. Bir adam axşamdan bu niyyəti olsa kifayətdir. İkinci məsələ bundan ibarətdir. Bir adam müəyyən səbəblərdən yadından çıxdırmağına görə, unutqanlığına görə, ya məsələn, səfərdədir, səfərdən qayıdır, zöhr namazından qabaq çatıbsa, bir adam müəyyən səbəblərdən niyyəti eləməyibsə, müəyyən vacib oruçda, o dediyimiz Ramazan ayı, qəza orucu, kəffarə orucu. Bunlarda ki, niyyət eləməyib, məsələn, yadından çıxıb, ya səfərdədir, günorta əzanına qədər niyyəti eləyə bilər. Amma müstəhəbbi orucların niyyəti, hətta əgər bir adam orucu batil edən işlərdən heç birini eləməyibsə, iftara bir azacıq vaxt qalmış qədər olsa, heç bir batilin işi eləməyibsə, həmin anda niyyət eləsə, həmin günü müstəhəbbi orucunu tutmaq niyyətini əldə eləyir və o savabı da qazanır. Niyyət bilirəm, o qədər kifayət edər. Vəlhamdülillahi Rabbil aləmin. Sallallahu ala seyyidina Muhammedin və əhl-i beytə tahir.